Salam, hər vaxtınız xeyir olsun. Mən Həcər müəllimə. Dünənlər Təhsil TV-də biologiya fənn müəllimlərinə dəstək məqsədi ilə Tərana müəllimə genetika və seleksiyaya aid bir neçə sualı izah etdi. Öncəliklə onu qeyd edim ki, sualların tərtibatı çox xoşuma gəldi. Düzdür, çətinlik səviyyələrinə görə çətin idilər. Açıq müəllimlər e, etirazlarını bildirəcəklər, bilirəm. Amma çətin tərtib olunsalar da çox maraqlı suallar idi. Və buradan da biologiya müəllimlərinə üzümü tutub demək istəyirəm ki, müəllimlər bizi sertifikasiya imtahanında heç də asan suallar gözləmir. Ona görə də ona görə də məncə daha yaxşı hazırlaşmaq lazımdır imtahanlarda. Hər birinizə imtahanda uğurlar arzulayıram. İnşallah ki, Allah sualınızı asan eləsin. Və keçək sualların izahına. Belə bir genotipli fərdlərin çarpazlaşması zamanı nəsildə maksimum neçə fenotip, genotip və kombinasiya alınır və qeyd olunur ki, ilişiklik yoxdur, yəni genlər sərbəst çarpazlaşırlar və Y əlaməti üzrə qeyri-tam dominantlıq vardır. Daha öncə OTK sınaqlarının birində bu tip çarpazlaşmanın daha qısa yolunu izah etmişdim və açığı deyim ki, oradan bir etiraz aldım. Bir nəfər rəy hissəsində yazmışdı ki, bu da təzə çıxdı, yəni bu nə üsuldur? Və bu gün artıq bu üsuldan istifadə etməklə polihibrid çarpazlaşmada daha qısa müddətdə nəticə əldə edə bilərsiniz. Etirazı olan təbii ki, yenə də etirazını eləyə bilər, amma mən yenə də öz bildiyim üsulla və daha qısa üsulla izah etməyə çalışacağam. Öncəliklə bunların hər birini monohibridə gətirməsi, yəni böyükə kiçik ayla böyüyə kiçik ayla çarpazlaşdırmalıyıq. Yəni bunların hər birini monohibridə gətirib alacağıq böyük ağlar, 2 dənə böyüyə kiçiyə, bir dənə də kiçiyə alar. B'lərlə B'ləri çarpazlaşdıracaq. Kiçik B'lər çarpazlaşdıraq böyük B, kiçik B. Bunlardan da alacağıq böyük B, kiçik B'lər. Kiseylərdə də çarpazlaşdıranda böyüksə, kiçiksə çarpazlaş böyük S'lər. Buradan da alacağıq yenə böyük S'lər, böyüksə, kiçiksə. D'lərdən çarpazlaşdıracağıq böyük D'lər, çarpazlaşdıraq böyük D, kiçik D. Yenə də özlərindən alacağıq böyük D, kiçik D. Və Y'lər üzrə də çarpazlaşdıranda heterozigot olduğuna görə və nəzər alaq ki, burada natamam dominantlıq var. Böyük Y'lər, böyük Y, kiçik Y 2 dənə və kiçik Y'lər alacağıq. Buradan fenotipləri axtaraq. A-lara görə, B-lərə, C-lərə və D-lərə görə tam dominantlıq var. Ona görə A-larda, məsələn, bunu da sarı görürəm, bunu da sarı görürəm. Sarı iki fenotipdə, bu isə yaşıl. Deməli, burada 2 fərqli fenotip görürəm. B-lərə görə zaten 2 dənədir, ona görə 2 fenotip də görürəm. C-lərə görə, məsələn, bu da tutaq ki, çəhraydır, bu da çəhraydır. Yenə də burada 1 fenotip görürəm, çünki hər ikisi dominantlar və tam dominantlıq var idi. D-lərə görə də 1 dənə görürük, yenə də tam dominantlıq var. Y-lərə görə isə natamam dominantlıq olduğuna görə, məsələn, bunu qırmızı, bunu çəhrayı, bunu ağ rəngdə görürük. Deməli, Y-lərə görə də 3 dənə fenotip görmüş oluruq. Və bunların nisbətlərini bir-birinə vurduqda 2 vur 2, vur 1, vur 1, vur 3. Biz fenotipi burada alacağıq. 4 dəfə 3-ün 10, 2 fenotipdə almış olacağıq. Genotipə baxdığımız zaman burada genotip olaraq böyük A-lar, böyük kiçiyə, bir də kiçik A-lar. 3 genotip görürük. 2 fərqli yazılış forması var. 2 genotip görürük. Böyük S-lər var, bir də böyük S, kiçik S var. 2 genotip görürük. D-lərə görə də 2 genotip görürük. Böyük D-lər, bir də böyük D, kiçik D. Yəni genlərin yazılış qaydasına baxırıq. Y-lərə də görə olacaq 3 dənə. 6, 6, 36, 36-nı da 2-yə vuranda genotip nisbətimiz, genotipimiz olacaq 72 müxtəlif genotip. Kombinasiya sayı dedikdə isə bunları bir-birinə vura bilərsiniz. Bir də daha rahat olaraq necə eləyin? Birinci fərddə 1, 2, 3 heterozigot var. 2 üstü 3, 8. İkinci fərddə 1, 2, 3, 4 heterozigotluq var. 4 əlamətə görə 2 üstü 4 eləyəcək 16. Bunları bir-birinə vurduqda kombinasiya sayı alırıq. Yəni 8 vurulsun 16 bərabərdir 128 kombinasiya. Yəni fenotipimiz 12, genotipimiz 72, kombinasiyamız da olacaq 128. İkinci sualda isə bunun bir qədər fərqli formasını təqdim etdi müəllimə və dedi ki, bütün genlər ilişiklidir. İlişiklik pozulmamışdır. Yəni ancaq
ilişiklikdən e, əmələ gələn çarpazlaşmanı hesablayacağıq. O zaman biz fenotipə görə ilişiklik olduğu halda, məsələn, baxın, bunları bu şəkildə yazaq. A, B, C, D, Y. Digərlərinə baxırıq. Kiçik A, kiçik B, kiçik C, böyük D, kiçik Y. Çarpazlaşıb ilişiklik olduğu halda böyük A, kiçik a, böyük B, kiçik B, yəni xromosom üzərində təsvir edək. Böyük D, kiçik D, bir də böyük Y, kiçik Y. O zaman birinci tərəfin verdiyi qametlər bu çubuğun üzərində olandır. Yəni böyük A, kiçik B, böyük C, böyük D, böyük Y və kiçik A, kiçik B, kiçik C, böyük D, kiçik Y. İkinci tərəfin verdiyi qametlər böyük A, böyük B, böyük C, böyük D, böyük Y. Kiçik A, kiçik B, böyük C, kiçik D, kiçik Y. Bunları çarpazlaşdırdıqda, deməli, bax, məsələn, bu qametlə bu qameti görüşdürürəm. Böyük A-lar, böyük B, kiçik B, böyük C-lər, böyük D-lər, böyük Y-lər. Hətta bundan bunu görüşdürək. Böyük A, kiçik B-lər, böyük C-lər, böyük D, kiçik D, böyük Y, kiçik Y. Sonra bu bir iqamətləri görüşdürə bilərsiniz. Yəni, mən həllərini yazmağa çalışacağım ki, biraz uzun da olsa, daha aydın olsun. Demək, böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C, böyük D, böyük D, böyük Y, kiçik Y. Bir də bununla bunu görüşdürsə, kiçik A'lar, kiçik B'lər, böyük C, kiçik C, böyük D, kiçik D, kiçik Y'lər. Fenotipə baxdıqda, demək, dominantlara baxdıqda bu böyük A var, B var, C var, D var, Y var. Bir də bu. Bunlar hər biri bir fenotipdədir. Bu isə böyük A, kiçik B varsa, deməli, fərqli fenotipdə görünəcək. Kiçik A'lar, kiçik B'lər varsa, fərqli fenotipdə. Deməli, bu ikisi bir fenotipdədir. İkinci, bu da üçüncü. Burada üç fərqli fenotip olacaq. Genotipə görə baxdıqda, demək, genotiplərinin yazılışı genotipə görə də yenə 3 dənə olacaq. Çünki Y əlamətinə görə natamam dominantlıq olduğuna görə biz bunların içərisindən əslində ən çox genotip, fenotip müxtəlifliyi verəni axtarıb tapmalıyıq. Məsələn, A-lara görə burada 3 genotip var, amma 2 fenotip var. Y-lərə görə natamam dominantlıq olduğuna görə isə Y-lərə görə 3 fenotip və 3 genotip olacaq və kombinasiya sayı da 2 sort bu qamet verəcək, 2 sort da bu qamet verəcək. Ona görə də kombinasiya sayı 2 vur 2 eləyəcək, 4 kombinasiya olmuş olacaq. Üçüncü sual, belə bir genotipli fərdlərin çarpazlaşmasından alınan nəsildə bu fenotipli fərdlər ümumi nəslin neçə faizini təşkil edir? Deməli, yenə gətiririk monohibirdə. Böyük A, kiçik A ilə kiçik A'ları çarpazlaşdırdıq, özlərini alırıq. B-lərdən çarpazlaşdıranda yenə özlərini alırıq. C-lərdən çarpazlaşdıranda böyük C-lər, 2 dənə böyük C, kiçik C-lər alırıq. D-lərdən çarpazlaşdırdıqda yenə də eyni kiçik D-lər aldıq. Y-lərdən çarpazlaşdırdıqda bir dənə böyük Y, kiçik Y alırıq. F-lər də heterozigot olduğuna görə böyük F-lər, 2 dənə böyük F, kiçik F və kiçik F-ləri alırıq. Bizə verilən fenotip olduğuna görə, məsələn, böyük A fenotipi dedikdə, burada A-dan 2 dənə forma alınıb. İkisindən biri, ona görə A-lara görə ikisindən biridir, vurulsun. Kiçik B-yə görə 2 dənəsindən biridir. C-lərə görə 4 dənəsindən 3-üdür. D-lərə görə böyük D-lər axtarırıq, 4 dənəsindən 3-üdür. 4 dənə niyə deyirəm? Bir dənə budur, 2 dənə budur, bir dənə də bu, yəni 4 dənədir burada. Y-lərə görə 1 yazırıq, ona görə ki, 1 dənədir və kiçik F-lərə görə isə 4 dənəsindən biri. Bunları bir-birinə vurduqda 4 vur 4, 16 vur 4, 64, 64 4-ə vuranda 256. Birləri bir-birinə vurduqda 3 vur 1 də olacaq 3, 3-3-ə vuranda da 9. 256-da 9, bizdən də faiz istədiyinə görə 9 bölü 256 vur 100.
Təxmini cavab çıxacaq buradan 3,5% olmuş olacaq. Dördüncü məsələyə keçək. Katarakt və polidaktiliya eyni autosom xromosomda yerləşən dominant genlərlə müəyyən olunur. Öncəliklə bu tip məsələlərdə etalonunu çıxartmağınız tələb olunur. Çünki etalonu nə qədər düzgün tərtib etsəz, məsələni bir o qədər rahat həll etmiş olacaqsınız. Katarakt da dediyimiz dominant genlə yerləşir, özü qeyd edib, dominant genlə müəyyən olunur. Ona görə böyük A olsun katarakta. Kiçik A olacaq normal görmə. Polidaktiliyaya görə deyir, polidaktiliyada biricik dominantdır. B olsun, böyük B olsun, polidaktiliya. Kiçik B də olacaq normal barmaqlılıq. Barmaqlılıq. Və deyir ki, bunlar eyni autosom xromosomda yerləşirlər. O zaman çəkirik quruluşumuzu. Kataraktanın qadın kataraktı atasından alıb, polidaktiliyanı anasından irsən almışdır. Qadının genotipini müəyyən etdikdə kataraktanı atasından alıbsa, onda polidaktiliyanı da anasından almış olacaq. Atasından katarakta alıbsa, demək qadının genotipini müəyyən edəcək. Atasından polidaktiliya anasından alıbsa böyük B yazaq. Və bu qadın və kişinin nicahından sağlam kişinin nicahından doğulacaq uşaqların fenotip nisbətini istəyir. Anasından alıbsa, demək, böyük beylərdilər, atasından alıbsa, onda bu xromosom üzərində olmayacaq. Məsələn, digər xromosomda çəkəcək. Çünki bu xromosomu anasından almış götürdümsə, deməli, digər əlamətə görə resessiv götürüm ki, uşaqların fenotiplərini müəyyən eləyə bilək. Və digər tərəfdə də kiçik beylər olacaq. Bu olacaq ananın genotipi. Sağlam kişi dediyimizə görə, kişi həm kataraktaya görə sağlamdır, həm də ki, normal barmaqlıdır və ilişiklik pozulmamışdır dediyinə görə. Ananın kiçik A böyük B qameti və böyük A kiçik B qameti olacaq. Atanın isə, bu arada bura atanın işarəsini qoyaq, bir tip qameti olacaq, kiçik A, kiçik B qameti olacaq. Bunların çarpazlaşmasından alınan uşaqların fenotiplərini müəyyən edək. Fenotipləri F1 nəslində olacaq nə? Bu qametlə, məsələn, bu qamet dediyimiz kiçik B-də yazılışı bu cürdür. Bunlardan demək alacağıq kiçik A, böyük B, bu tərəfdən də kiçik A, kiçik B ilə görüşəcək. Digər bu qameti isə bu qametlə görüşdürdükdə böyük A, kiçik B, kiçik A, belə qaldırım yuxarı, kiçik A, kiçik B ilə görüşəcək. Demək, uşaqların 50% polidaktiliya olacaq, amma katarakta deyil, 50% polidaktiliya olacaq. Digər 50% isə katarakt olacaq. Yəni 50% də katarakta əlamətinə malik olacaq, ilişiklik pozulmadığına görə. 5-ci suala baxırıq. Ananın qanı 1-ci qrup, atanın qanı isə 4-cü qrup. Ananın qanı 1-ci qrupdur yazıram, atanın qanı isə 4-cü qrupdur yazıram. Daltonik oğlan uşağı 3-cü qan qrupuna malik olmuşdur. Deməli, oğlan uşağı daltonikdirsə, onun atasından aldığı Y-dir. O zaman atanın Y-ində axı daltonik bizim öyrəndiyimiz daltonizm natamam neymiş? Qismən rəng korudur. Deməli, bunun atasında deyil. Və hər ki, valideyn normal görmə qabiliyyətinə malikdir dediyinə görə ata sağlamdır. Onda ana daşıyıcıymış ki, ana oğluna özünün xəstə genini verib. Yəni, X üstü kiçik D-ni verib. Genotipləri müəyyən etdikmi və hər ki, valideyn normal görmə. Bəli, bizdə daltonizm resessiv keçdiyinə görə böyük D-lər normal görmə qabiliyyətinə malikdir. Bu ailədə növbəti doğulacaq uşaqlar haqqında verilən fikirlərdən hansı yanlışdır? Yaxşı olar ki, bu tip məsələlərdə bunları ayrı-ayrı çarpazlaşdırasınız. Məsələn, qan qruplarını öz aralarında çarpazlaşdırdıqda alacam A0, bir də B0, həm 2, həm də 3-cü qan qrupu.
Əlamətlərinə görə çarpazlaşdırdıqda x üstü kiçikdir, böyükdür, kiçikdir, eyni çarpazlaşdırırıq x üstü böyükdür, y ilə. Alacağım buradan x üstü böyük deyilər, sağlam bir qız. X üstü böyükdür, y sağlam oğlan. X üstü böyükdür, x üstü kiçikdir, daşıyıcı qız. Və x üstü kiçikdir, y. Yəni, buraya yazıram sağlam qız. Buraya yazıram sağlam oğlan. Buraya yazıram fenotipcə sağlam, amma genotipcə daşıyıcı qız. Bura isə qeyd edirik, xəstə oğlanda doğuldu. Və bizdən də istəyir nə? Üçüncü qan qrupuna malik daltonik oğlan doğulmuşdur. Uşaqlar haqqında hansı fikir yanlışdır? Xəstə qızların doğulma ehtimalı 0%-dir. Xəstə qızların əslində daşıyıcı qızlar doğulur buradan. Bunlar fenotipcə sağlamdırlar, genotipcə xəstədirlər, daşıyıcıdırlar daha doğrusu. Sağlam doğulmuş qızlar həm 2, həm də 3-cü qan qrupuna malik ola bilərlər. Qızların sağlam doğulanı var. Bunlar həm 2 də ola bilərlər, 3 də ola bilərlər. Bu da doğrudur. Sağlam doğulan oğlan uşaqlarının xəstə olma ehtimalı 100%-dir. 2 dənə oğlan doğulub, biri sağlam, biri xəstədir. Ona görə 100 deyil, 50%-dir. Oy, hara yazdım? Bura 50%-dir. Bu hissəni silək, qarşılıq olmasın. C yanlışdır. Doğulan oğlan uşaqlarının sağlam olma ehtimalı 50%-dir. Bəli, 2 oğlandan biri xəstə, biri sağlam olduğuna görə oğlan uşaqlarının 50%-i sağlamdır. Bu doğrudur. Və bir də doğulan 3-cü qan qrupuna malik oğlan uşaqlarının hamısı xəstə olacaq. Hamısı xəstə olacaq deyə bilmərik. 50%-i sağlamdır, 50%-i xəstədir. Oğlanların 50%-i, yəni Y də yanlış olmuş olacaq burada. 6-cı sual. Atası hemofiliya, anası isə daltonizmdən əziyyət çəkən, lakin bu əlamətlərə görə sağlam olan qızın hazırladığı qametlərin faizlə miqdarını hesablayın. Genlər arasındakı məsafə 9,8 marqanoiddir. Müəllimə demək bunu 2 üsulda izah elədi. İlişiklik pozulmayıb. Bir də ilişiklik pozulub. İlişiklik pozulmayıb dediyi halda, deməli, atası hemofiliyalıdırsa, ata bu qızına hemofiliyalı X xromosomunu verib. Yəni, bu qızdır. Qızın hazırladığı qametlərdən danışırıq. Deməli, anası isə daltonizmdən əziyyət çəkir. Ana daltonizmdən əziyyət çəkirsə, anası X üstü kiçikdir, X üstü kiçikdir. Atası isə X üstü kiçik H, Y-dir. Deməli, bu qız anasından alıb X genini, çünki X üstü kiçik D genini, çünki ana xəstədir. Atasından da X üstü kiçik H genini alıb. Onda bu birisi H, bu birisi X atanındır. Lakin özü bu əlamətlərə görə sağlamdır. Deməli, daltonizmdirsə, o zaman burada böyük D yazacağım ki, daltonik olmasın. Kiçik H-dırsa bu tərəfdən də böyük H yazacağım ki, bu əlamətlərə görə sağlamdır. Bu qızın hazırladığı qametlərin faizlə miqdarını. Deməli, ilişikliyi burada da gözləyirik. İlişiklik pozulmayıbsa, bu X üstü kiçik H, kiçik D bir qametə düşəcək. X üstü böyük H, da kiçik H böyük D də bir qametə düşəcək. Yəni, 50% bu cür qamət hazırlayacaq. 50% isə bu cür qamət hazırlayacaq. Atası isə hemofiliyadır. Deməli, atasından bu daltonizmə görə sağlam X alıb. Və indi ilişiklik pozulduğu hala baxırıq. Biz dedik ki, genlər arasındakı məsafə 9,8 marqanoiddir. Bu, Crossingoverə bərabərdir. Yəni, Crossingoverin olma ehtimalı 9,8 Crossingover baş verəcək. 100%-dən 9,8-i çıxanda qalacaq 90,2%. Bu isə ilişiklikdən əmələ gətirəcəyi qametlərdirlər. Bu fərd ilişiklikdən əmələ gətirdiyi qametlər, bax, burada qeyd etdiyimiz qametlərdirlər. Yəni, X üstü böyük H kiçik D, X üstü kiçik H böyük D.
Bu ilişiklikdən alındı. Crossoverdən alındıqda isə böyük H böyük D ilə alına bilər. Yəni bax buradan bura crossover eləyə bilər. Bir də x üstü kiçik H kiçik D ilə alına bilər. Əgər ki ilişiklik 9,2-dirsə, 2 dənə qametin arasında böləndə 9,2-ni 2-yə böləndə 45,1 45,1 faizlə düşür. 9,8 crossing overi 2 qamet arasında böləndə 4,9 4,9 da olacaq. Yəni sizə əgər şərtin ardını ilişiklik pozulub desə, onda bu varianta görə hesablayacaqsınız. İlişiklik pozulmayıb desə, onda belə bir hesablamada götürəcəksiniz. Suallar düzdür, maraqlıdırlar, çətin suallardır, amma mən yanaşmam bu ki, bu tip suallar heç bir test toplusunda nümunə şəklində yoxdur və biraz da sertifikasiya imtahanına görə çətin tiplidirlər. Sual olduqca gözəldir. Mənim suallarla bir etirazım yoxdur. Yaxşı olar ki, bu tip suallar olimpiyadalarda falan istifadə olunsun. Bu tip bundan da biraz çətin, amma sertifikasiya imtahanına görə məncə biraz çətin suallardılar. 7-yə baxırıq. Hipertrixozdan, yəni qulaqda tüklülükdən əziyyət çəkən atanın, o zaman biz bilirik ki, hipertrixoz dediyimiz tüklü qulaqlıq Y cinsi xromosomu ilə ötürülən ilişik keçən bir xəstəlikdir Y-lə və Y üstü C ilə işarə edib tüklü qulaq qeyd edək. Tüklü qulaq. Ata bu şəkildədir. Onda atanın genotipi X, Y, Y üstü kiçik C yazacaq. Çünki ata tüklü qulaqdan əziyyət çəkir. Və ananın hər iki xəstəliyə və polidaktiliyadan əziyyət çəkən ananın. Ana da polidaktiliyadan əziyyət çəkir. Deməli, polidaktiliya autosomlarda ötürülən dominant idi. Böyük A olsun polidaktiliya. Kiçik A olsun normal barmaqlılıq. Ana da bundan əziyyət çəkir. Onda ana XX yazaq. Ana bundan əziyyət çəkirsə və buna görə ananın hər iki xəstəliyə görə normal qızları anadan olmuşdur. Deməli, bir qız doğulub buradan. Atadan təbii ki, X-ini alıb. Və hər iki xəstəliyə görə normal doğulubsa, onda atanın barmaqları normaldır, kiçik A-lar. Ana polidaktiliyadan əziyyət çəkib və sağlam uşaq dünyaya gətiribsə, deməli, ana bu xəstəliyə görə heterozigot formadaymış. Və bu x-ləri 1, y-ləri və yaxud da böyük kiçiklarda bir çarpazlaşdıra bilərsiniz. Amma daha yaxşı olar ki, x böyük A ilə bir qametə düşər. X kiçik A ilə bir qametə. X kiçik A və Y kiçik A da bir qametə düşəcəklər. Onda bu ailədə bu şəkildə doğulan uşaqlara baxırıq. Bu qametlə bu qameti görüşdürürük. X, bunu sileyim buradan. X böyüyə kiçiyə bu qametlə bu qameti görüşdürürəm. X, Y, tüklü qulaq böyüyə kiçiyə. İndi bu qametlə bunu görüşdürək. X-lər, kiçik A-lar, bir də bu qametlə bunu görüşdürək. X, Y, tüklü qulağı da qeyd edək, bir də kiçik A-lar. Bu ailədə hər iki anomaliya həm tüklü qulaq olsun, həm də ki, polidaktil olsun. Məsələn, bu qıza baxıram, bu qız tüklü qulaq deyil, normaldır, amma polidaktildir. Bu oğlana baxıram, tüklü qulaqdır, tüklü qulaq və polidaktildir. Bu qıza baxırıq, normaldır, barmaq sayı da normaldır. Bu oğlana baxırıq, tüklü qulaqdır, tüklü, amma barmaq sayı normal barmaqdır. Bizə lazım idi ki, həm qulağı tüklü olsun, hər iki əlamətə görə deyir, həm də barmaqları polidakt olsun. Təbii ki, tüklü qulaq axtarırıqsa, Y-dən axtaracaq, o zaman da genotipimiz bu olmuş olacaq. Doğulma ehtimalı deyəndə 4 dənə uşaq var, 4 dənə uşaqdan biri, 4də 1 ehtimal və yaxud da faizlə dəstəsələr 25%. 8-ci suala baxırıq. Səhra gecə-çiçəyi populyasiyasında gecə-çiçəyində bir iki natamam dominantlıq var. Sərbəst çarpazlaşma nəticəsində alınmış 30 min fərddən 1200-ü qırmızı çiçəklidir. Demək, qeyd eləsək, böyük A-lar qırmızı çiçəklidir.
Natamam dominantlıq və yaxud da qeyri-tam dominantlıq və yaxud da irsiyyatın aralı xarakteri deyirik buna. Böyük ya kiçik heterozigot vəziyyətdə olacaq çəhrayı, kiçik A-lar olacaq resessiv fərdlərdirlər. Bunlar da ağ rəngdə. Və bizə deyir ki, 1200'ü qırmızıdır. Yəni böyük A-ların sayı 1200'dür. O zaman biz 30 minin içərisində 1200 fərdin əmələ gəlmə ehtimalını tapaq. 1200'ü 30 minə bölüb birbaşa ehtimalı tapa bilərik və yaxud da 30 min 100%dir. 30 min 100%dir. 1200'ü x faizdir. Buradan da tapa bilərsiniz. Birbaşa əmələ gəlməsini də tapa bilərsiniz. 1200 bölünsün 30 min eləyəcək 0,04. Yəni böyük A-lar bərabərdir 0,4. Buradan da kök aldıqda A-nın qiyməti çıxacaq 0,2. Hardy-Weinberg qanununda böyük P üstə gəlsin Q bərabərdir 1 olduğunu bilirik. Böyük A-nın qiyməti əgər 0,2-dirsə, deməli 0,2 üstə gəlsin x bərabərdir 1-dir. O zaman kiçik A-nın qiyməti 0,8 olacaq. Bizə populyasiyada rast gələn gecə çiçəklərinin faizlə miqdarını tapmaq istəyir. Heterozigotların qarşısında həmişə 2 olur. 2 vurulsun böyük A-nın qiyməti 0,2 vurulsun 0,8 kiçik A 16'da 2'ye vuranda 32 faiz. Faizlə dediyinə görə cavab 32. Deyə bilərdik ki, çəhrayı gecə çiçəklərinin sayını onda 30 min vurulsun 32 bölü 100 qədər çəhrayı rəngli gecə çiçəyi bitkilərinin sayını tapmaq olardı. 9-cu sual, ada dovşanında 10 min fərddən ibarət, adada yayılmış 10 min fərddən ibarət tülkü populyasiyasında fərdlərin 9991'i deməli boz, kürən daha doğrusu burada yemişəm elə bir kürən, 9'u isə ağ rəngli xəzdəriyə malikdir. Bu populyasiyada homozigot kürən sonra, yəni böyük A-lar homozigot kürən, çünki dominantdır. Heterozigot kürən, heterozigot olduğuna görə bilirik ki, kürənlik dominantdır. Bir də ağ rəngli. Ağ rəng ümumiyyətlə bir dənə bal qabağın meyvə yanlığında dominant idi. Əksər hallarda biz ağ rəngi resessiv görürük. Faizlə nisbətini tapın. Yenə də əvvəlki qaydada bunun 9 dənəsi deyil. 9 dənəni bölürük ümumi başlanğıc fərdlərin sayına, bunun faizini tapmağa. 10 minə bölürük. Bu da eləyəcək 0,10 mində 9. Buradan Q bərabərdir 0,10 mində 9'dan kök altı aldıqda 0,3 çıxacaq. Əslində bu tip rəqəmlər məsələ üçün əlverişsizdir. Yəni bu rəqəmlərdən istifadə olunacağını düşünmürəm. Daha yuvarlaq rəqəmlər istifadə olunar. Onda P üstə gəlsin Q bərabərdir 1'dən. P bərabərdir 1 çıxılsın Q-dan. Yəni 1 çıxılsın 0,03'ü tapacağıq ki, P-nin qiyməti 0,97'dir. Və bir-bir bunların verilən faizlərini tapırıq. Böyük A-lar bərabərdir 0,97 vur 0,97. Bu da eləyəcək 0,9. 4, 9 belə bir mürəkkəb rəqəm alınır. Onu gedəyim ki, yəni məsələlərdə bu adətən istifadə olunmaz. Heterozigotların qarşısında 2 olur. Çünki böyüyə kiçiyə çarpazlaşanda bundan 2 dənə alınırdı. 2 dənə böyüyə kiçiyə. Bu da eləyəcək 2 vurulsun. Böyük A-nın qiyməti 0,97 vurulsun. Kiçik A-nın qiyməti 0,03. Bu da 0,0582 belə bir rəqəm alınır. Və kiçik A-lar da dedikdə isə 0,3'ləri bir-birinə vuracağıq. Çünki bunun birinin qiyməti o qədərdir. Bu da 0,10 mində 9 almış olacağıq. Növbəti sual 10-cu sual. Əhalisi 600 min olan şəhərdə hər 100 kişidən biri X xromosomu ilə ilişik resessiv genlə ötürülən irsi xəstəliyə tutulmuşdur. Bu şəhərdə qadın və kişilərin sayı eyni olduğu halda, deməli 600 min deyil, o zaman 600 mini bölərəm qadın və kişilərin arasında. 300 min qadın var, qadın.
Deməli, 300 mində burada kişi var. Və kişilərdən hər 100-dən biri X-la ötürülən hər hansı bir resessiv xəstəliyə yoluxub. O zaman 300 mini bölərəm 100-ə, taparam burada xəstə kişilərin sayını. Bu da eləyəcək 100-ə böləndə 3000 xəstə. Kişilər X, Y yazıldığına görə bir dənə X-a malikdir. Yəni tək X-i neçə faizlə rast gəlinir onu tapmaq üçün 3000 xəstəni bölərəm 300 minə başlanğıc kişilərin sayına. Onun da rast gəlmə ehtimalı 0-dan %1 ehtimalından olacaq. Deməli, X-in rast gəlmə ehtimalı %1-dir. Qadınlarda isə X olduğuna görə hər X-in qiyməti 0-dan %1 vurulsun 0-dan %1. Bu da eləyəcək, demək, 0,001 ehtimalla. 300 min qadının bu qədər ehtimalı xəstə ola bilər. Ona görə də 300 mini vururuq 0,10 mində 1-ə. Buradan da alacaq 30 xəstə qadın var. Bizə də deyir ki, xəstəliyi tutulmuş adamların 3000 xəstə kişi var idi. 30 xəstə qadın olanda 3030 xəstə insan olar bu populyasiyada. 11-ci sual şifahi olan sualdır. Sxemdə verilmiş genotipə malik olan orqanizm şəkildə güvə təsvir olunub. Güvənin dişilərində Y cinsi xromosomu olmadığına görə X0 qeyd olunur, erkəkləri isə XXD qeyd olunur. Deməli, ümumiyyətlə, quş, sürünən, kəpənək, bir də çiyələk. Bunların dişiləri XY-dir. Güvədə də XY olmalıydı. Y olmadığına görə X0 deyə qeyd edirik. Və bizə də deyir ki, bunun aid olduğu dəstənin ümumiyyətlə söhbət kəpənəklərdən gedir. Xas olan ifadələri seçək. Bəzi növlərində orqanizm cinsiyyətin müəyyən olması yumurta hüceyrədən asılı olur. Ümumiyyətlə, arkadaşlar, cinsiyyətin müəyyən olması Y-dən asılıdır. Bunların əksər növlərində cinsiyyətdə X, Y-dir. Güvə yazıqda yoxdur da bu. Ona görə də bəzi növlərində orqanizm cinsiyyətin müəyyən olması yumurta hüceyrədən asılıdır deyirsə doğrudur, çünki Y var. Bütün növlərində erkək fərqlər cinsi xromosomuna görə 2 tip. Axı erkəklər XX-dir, ona görə cinsi xromosomuna görə sadəcə bir tip X gameti hazırlayır. Bu yanlışdır. Bəzi növlərində erkək və dişi fərdlərin cinsi xromosomları çiyələkdə olduğu kimidir. Baxın, burada qeyd etmişəm çiyələk. Bunların da dişləri XY, erkəkləri XX-dir. Söhbət kəpənəklərdən gedir. Ucu qanatlar dəstəsində və bəzi növlərində dediyinə görə bu ifadə də doğrudur. İndi güvədə yoxdur da, o birislərində var axı. Müxtəlif növlərində dişi fərdlərinin genotipi XY yaxud X0 ola bilər. Bu ifadə də doğrudur, çünki bəzi kəpənəklərdə XY dişidir, güvələrdə isə X0 dişidir. Yəni, bu da doğrudur. X0 genotipli dişi fərdlərin hazırladığı cinsiyyət xromosomu olmayan qametlərdə, avtosom xromosomlarda olmur. Ümumiyyətlə, 2 tipdə ölmə olur. Avtosomlarda azalma mümkün deyil, avtosom xromosomların olmaması mümkün deyil və X cinsi xromosomundan məhrum olmaq mümkün deyil. Bu halda letal, yəni ölümcül mutasiyalar meydana çıxır. Onun görə avtosom xromosomları olmaya və yaxud da bir vahid azala bilər desə, bu fərdlər yaşama qabiliyyətinə malik deyil. Doğru 1, 3 və 4 olmuş olacaq. 12-ci sual seleksiya bölməsindən gəlir. Dözsüzlük Karpaçan metodu ilə aradan qaldırılan növlər arası hibridin tetraploidi 56-dır. Karpaçenko deyirdi ki, 2n üstə gəlsin 2n bərabərdir 4n. Bu düsturu bir dənə olduğu şəkildə yazsaz və bunun şərtlərini ödəsəz, seleksiya məsələləri əslində çətin deyilər. Çox rahatlıqla eləyərsiniz. Yəni, bu 4-ün yerində 56-dır. Bu hibridin əmələ gəlməsində iştirak edən bitkilərdən birinin spermisində spermi N-dir. N 7-dirsə, 2N demək bunun 14-dür. Karpaçenko deyir ki, 2N-ləri toplayın. Əgər birincinin N-i spermisi 7-dirsə, deməli diploid xromosom dəsti 14-dür. 56 ilə eləyib bu ikisinin cəmi. Onda 56-dan 14-ə çıxanda ikincinci olacaq 42.
Yəni ikinci bitkinin diploid xromosom dəsti 42-dir. Onda onun haploidi 21 olmuş olacaq. Və deyir ki, digər bitkinin, yəni bax söhbət bu ikinci bitkidən gedir. Rüşeym kisəsində 2 qat maylamada bilavasitə iştirak etməyən hüceyrələrdə. Rüşeym kisəsini çəkirəm yadımıza salmaq üçün mərkəzi hüceyrə 3 dənə hüceyrə burada var idi, 3 dənə hüceyrə burada var idi. Maylamada iştirak edirdi mərkəzi və yumurta hüceyrə. İştirak etməyən 3-ü yuxarıda, 2-si aşağıda, yəni toplam 5 hüceyrə iştirak etmir. Hər birində 21 xromosom olanda 5-i 21-ə vuranda edəcək 105, cəmi onların içərisində 105 xromosom olmuş olacaq. 13-cü. Birinci bitkinin endosperm hüceyrəsi, yenə də Karpachenko'da mən düsturumu yazıram. 2n üstə gəlsin, 2n bərabərdir 44. Birinci bitkinin endosperm hüceyrəsi. Endosperm deyir, nə deyirsə siz onu 2n-ə gətirməlisiniz. Endospermin anafaza mərhələsində. Endosperm özü 3n-dir. Və yaxşı olardı şərtdə birinci diploid xromosomlu bitkinin qeyd olunsaydı. Çünki başqa xromosom dəstli olanda artıq onun endospermin fərqli gətirib çıxardır. Birinci bitkinin diploid olduğunu nəzərə alıb endosperm anafazasına getdikdə. Yəni anafazada xromosomlar 2 dəfə artırdı, düzdür. Biz 2n xromosomlu mitozun anafazasına gətirdikdə 4n görürük. Axı endospermin özü 3n-dir, onun anafazası 6n olacaq, yəni 2 dəfə artır. Və 6n bərabərdir 48 olacaq. O zaman n bərabərdir 8. Amma bizə 2n lazımdır, düzdür? Deməli 2n bərabərdir 16. Birinci bitkinin diploid olacaq 16. İkincinin yarpaq hüceyrəsinin bölünməsi. Yarpaq hüceyrəsi diploiddir. Bunun anafaza mərhələsində, yəni 2n daxil olubsa, anafazasında 2 dəfə artıb 4n olacaq. Və bu 4n-i bərabərdir 44-ə, o zaman n-i bərabərdir 11, amma Karpachenko kişi deyirdi ki, 2n götür, bunu 2n olacaq 22. Deməli, digər bitkinin diploid olacaq 22. Bu bitkilərə Karpachenko tətbiq etdikdən sonra, dölsüzlüyü aradan qaldırdıqdan sonra hibridin somatik hüceyrəsində neçə xromosom var? 2n üstə gəlsin 2n, 16 üstə gəlsin 22 eləyəcək 38 xromosom olmuş olacaq. Və son olaraq, səhv bilmirəmsə sondur, 14-cü sual dim test toplusunun sualıdır, bu düz xatırlayıramsa. Yenə də Karpachenko olduğuna görə 2n üstə gəlsin 2n bərabərdir 4n-imi qeyd edirəm. Somatik hüceyrəsində 40 xromosomu olan tetraploid bitki. Deməli, 4n bərabərdir 40. Amma Karpachenko deyirdi ki, 2n götür. 4n-i 40-dırsa, deməli, bunun 2n-i olacaq 20. Bizə 2n lazım idi. Yəni, buraya yazırıq 20. Qametində 15 xromosomu olan, lakin sonradan Karpachenko ilə tetraploid fərdə çevrilən. Əgər bunun qameti n-i 15-dirsə, mənə bunun 2n-i lazımdır. 2n-i də olacaq 30. Bu sonradan tetraploid fərdə çevrilibsə belə, yenə də mən onu 2n-ə gətirəcəm. Ona görə o hissələrə getmirəm. 2n 30 qeyd olub və biz də qeyd edək 2n 30. Toplayırıq. Hibridin somatik hüceyrəsi dediyinə görə 20 ilə 30-u toplayanda da eləyəcək 50 xromosom saymaq olar. Nəyə görə bu tip məsələlərdə minimum deyilir? Çünki Karpachenko 2 dəfə artırmışdı. Ona görə biz də 2 dəfə artırmaqla hesablamış oluruq. İndi hal-hazırda daha çox dəfələrlə artırırlar. Sadəcə bu metodda 2 dəfə artırdığına görə bu şəkildə qeyd edirik. Belə əziz izləyicilər, videonu bəyəndinizsə, rəy yazmağı və bəyənməyi unutmayın. Sağ olun, sağlıqla qalın, gələn görüşlərdə görüşənə qədər.